Üzgərmə əməliyyatı zamanı insanın mimikaları dəyişdirilib süniləşdirilmirmi? Sualımızın biridir. Və yaxud da biz özümüz kimi qalmaq istəyirik kimi mövzularda müraciət edirlər. Təbii ki, hər bir üzgərmə əməliyyatının dəyişikliyə məruz qalması mütləqdir. Əgər sallanmış qırışların və yaxud da əzələ qisminin, fasiya qisminin boşluğu varsa, bu üz qismində, üz cizgilərində özünü tamamilə sallanmış vəziyyətdə göstərəcək, fərqli vəziyyət, qocalmış vəziyyətdə göstərəcək. Məqsədimiz məhz qocalığın aradan qaldırılması və daha da gəncləşdirmə, üz gəncləşdirmə əməliyyatı eləməkdirsə, təbii ki, bu dəyişikliklər olacaq. Üz cizgilərində də dəyişikliklər olacaq, üz mimikalarında da dəyişikliklər olacaq və bəzi hallarda üzün süniləşdirilməsinə də məruz qalmış olacaqlar. Əgər bunu nəzərə alırıqsa ki, biz təbiiliyi qoruyaq, onda hardasa əməliyyatın icrası ilə o gəncləşmək istədiyimiz yaş qrupu, dövrün arasında ortaq bir məxrəc tapmalıyıq. Elə bir şey etməliyik ki, nə qocalıq kimi görsənməsin, nə də çox sünilik kimi görsənməsin. Təbiilik kimi olsun, amma həm də dəyişiklik olmuş olsun.